Ümumiyyətlə Qəzzada baş verən proseslərə mən biraz fərqli yanaşmanın tərəfdarıyam. Nə mənada? Hı hı. Önəmli olan məsələlərdən biri Fələstinlə bağlı idi ki, Fələstin dövlətinin tanınması və digər məsələlər. Təbii ki, Həmas liderinin Trampa təşəkkürü başa düşüləndir. Çünki onlar da istəyirdilər münaqişə ən azından toqquşma indiki mərhələdə dayansın. Amma bir məsələni də qeyd etmək lazımdır ki, ümumiyyətlə Fələstin dövlətinin tanınmasında əsas mane olan tərəflərdən biri elə Amerikanın özüdür. Yəni bu işin bir tərəfi. Digər tərəfdən isə biz dəfələrlə ümumiyyətlə müraciət olunmuşdu Amerikaya, İsrailə təzyiq eləsin. Amma Amerika bu variantların heç birinə getmirdi. Əslində hesab edirəm ki, bu proseslərin bu formaya gəlib çatmasında, indiyənə qədər bu həddə gəlib çatmasının əsas səbəbkarlarından biri də elə məhz Amerika idi. Yeri gəlmişkən bir neçə ay bundan öncə elə Donald Trump bir açıqlama vermişdi ki, Qəzzadakı insanların hamısı köçürüləcək, orada Aralıq dənizinin bir cənnəti yaradılacaq və yaxud da ki, ümumiyyətlə hətta bəzi ölkələrə təklif edilmişdi ki, Fələstinlər o ölkələrə köçürülsün. Yeri gəlmişkən bəzi məlumatlara görə hətta müəyyən sayda Fələstinliyə pul verib onu başqa bir istiqamətə göndərmişdilər. Amma əsas sual budur ki, necə oldu ki, bu qədər planlar, orada nələrinsə tikilməsi, yeni turizm mərkəzinin yaradılması idi, amma birdən-birə bunu dayandırmalı oldular. Hesab edirəm ki, bunda dünyada baş verən, yəni qlobal aləmdə baş verən müəyyən proseslər əslində maneçilik törətdi və yaxud da ki, bu məsələlərə şərait yaratdı. Bunlardan biri, ən əsaslarından biri Amerika ilə Venezuela arasında hazırki gərginlikdir ki, bu gərginlik getdikcə də artan xəttlə davam edir və digər tərəfdən Amerikanın istər Ukrayna müharibəsində, istər yaxın şərqdəki apardığı müharibələrdə bir çox ölkələrin açıq şəkildə artıq dilə gəlməsi və bu proseslərə mane olmağa ən azından cəhd etmək istəkləri var idi. Ona görə də Amerika tərəfi hesab edirəm ki, bu mərhələdə yəni məcbur oldu və bu sülh müqaviləsinin ümumiyyətlə atəşkəs məsələsinə və burada əsas məsələlərdən biri budur ki, Həmas artıq tərəf kimi tanındı. Yəni bəzən deyirlər Həmas legitimləşdirdi Amerikanı, amma burada əsas məsələlərdən biri odur ki, Həmas artıq bu toqquşmaların, əslində İsrail Fələstin arasında, Qəzza arasında baş verən toqquşmaların tərəfi kimi tanındı. Çünki indiyənə qədər Həması terrorist təşkilat kimi tanıyırdılar. Amma indi faktiki olaraq Həmas burada bir tərəf kimi tanındı və hesab edirəm ki, bundan sonraki mərhələdə kövrək demək olarmı bu atəşkəs prosesinə? Müəyyən mənada demək olar. Ona görə də Türkiyə Xarici İşlər Nazirinin Hakan Fidanın fikri müəyyən qədər ən azından mən də təxminən o yöndə düşündüm. Amma hər halda bu məsələyə artıq dünyanın bir çox ölkələri qarışdı və bu prosesin içərisində Çindən tutmuş Türkiyəyə qədər və yaxud da ki, müəyyən mənada Rusilərə ciddi dəstək, Rusilərə silahla, sursatla, hər bir formada dəstək verən bir çox ölkələr oldu. Hətta orada gəmilər gətirib yerləşdirən oldu. Və əslində bu münaqişənin uzanması həm Avropaya, həm İsrailin özünə də çox ağır ziyan verirdi, zərərlər verirdi. Çünki müharibənin bir günlük başa gəldiyi vəsait kifayət qədər böyük idi və kifayət qədər yüksək idi. Burada təbii ki, İranla indiyənə qədər İsrail arasında müəyyən toqquşmalar və digər məsələlər var idi. İndiki mərhələdə təbii ki, Türkiyənin proseslərdən kənarda qalsa da, amma Türkiyə bu proseslərin içərisinə birbaşa daxil oldu və Türkiyənin əslində qəbul edilən idi. Niyə görə? Çünki Türkiyənin İslam dünyasında xüsusi bir nüfuzu var və ona görə də Qətərlə münasibət, Qətərdəki Türkiyənin bir hərbi bazasının olması, digər ərəb ölkələri ilə və ən əsası ilə Fələstinlərə ən azından siyasi və maddi yardımın göstərilmə məsələsi var.